Sabunçuda küçələrdən birinə işıq xətti çəkiblər. Sağ olsunlar. Amma məsələ bundadır ki, onu çəkəndə yolu qazıblar. İndi də təmir olunub əvvəlki vəziyyətinə qaytarılırlar. Və problemlə bağlı bizə şikayət edərlər, biz də çəkdik. Baxın. Sabunçu rayonu Habil Balakişiyev küçəsində sakinlərin şikayəti yollarının bərbad vəziyyətdə olmasındandır. Daha doğrusu onlar deyir ki, yolları öz hesabımıza təmir etdirmişdik. Amma təxminən bir ay əvvəl Azərişığın əməkdaşları tərəfindən bu küçədə qazıntı işləri aparılıb, yüksək gərginlikli xətt çəkilib, amma yola bir əlac edən olmayıb. Yağış qar yağanda qazılmış yer su ilə dolur. Belə olan halda da yol palçıqlı olur. Uşaqlar, böyüklər məktəbə işə getməkdə çətinlik çəkirlər. Gəldilər, qazdılar, işıq çəkdilər, neynədilər, bir də göz qabağına da hər bir şey. Bu formada atdılar, çıxdılar, getdilər. Kimə müraciət edirsən, kimə deyirsən, düzələcək deyirlər. Yəni bugünkü də bu vəziyyətdəyik. Hansısa bir qurum gəlib buranı qazanda, mən deyim, ay yoldaş, bu küçəni niyə qazırsın? Dedilər, qazacaq və təmir eləyəcək. Burada yüksək gərginlik gedir. O yüksək gərginlikdən aparırlar harasa, mən onu dəqiq bilmirəm. Amma qazlar elədilər, özümüz təzdən lapatka ilə düzəltmişik. Amma asfalt yox deyəm, burada körpələr var, bağçaya gedən var, məktəbə gedən var. Heç biri nə gedə bilmir, nə eləmir, bütün palçıq vəziyyətinə. Bir neçə dəfə bu işıqla əlaqədar qazıblar. Sağ və sol görünür. O tərəfdə o vaxtı qazdılar, heç bir şey eləmədilər. İndi də bu tərəfi. Qonşulara yalvarıq ki, gəlin buraya alçı atırlar. Birinin 2 manatı var, birinin 3 manatı yoxdur. Burada kvadratı 10-12 manatdan alçı atırlar. Neçə kvadratı? 1 kilometr yolu dağıdıb getməklə vətəndaşlar bu vəziyyətə salmalı. Bunlar nə fikirləşirlər? Azərişıq Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, tender əsasında şirkət tərəfindən oradan özəl xətt çəkilib. Əsas hissə asfaltlanıb. Amma söz gedən yer yağış səbəbindən asfaltlanmayıb. Yağış dayanan kimi həmin yerə asfalt tez bir zamanda vurulacaq.